Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Oğuz Yabqu dövləti. 950-1000-ci illərdə mövcud olub. 50 il deməli hökm sürüb bu dövlət, Oğuz dövləti. Ümumiyyətlə Oğuz kəlməsi boy, qəbilə, tayfa mənasında işlənir. Yəni ox sözündəndir, ox sözündəndir. Dediyimiz kimi boy, qəbilə və tayfa. Biz ərəb mənbələrində bunu Quz kimi görürük, Slavyan mənbələrində isə Türk kimi görürük. İlk dəfə Orxon abidələrində deməli rast gəlinir bu Oğuz sözünə. Demək, boz ox və üç ox olmaqla iki qola ayrılır. Diqqətli olun dəyərli yoldaşlar. Oğuzlar, boz oxlar, üç oxlar olmaqla iki qola ayrılır. Amma 24 boya ayrılır. 24 boya ayrılır. Bu, deməli, Oğuzlar üç dövlətin tərkibində tabeçiliyində olub. Bu tabeçilik hansı dövlətlərdə olub? Birinci Göytürk Xaqanlığının, ikinci Göytürk Xaqanlığının və Uyğur Xaqanlığının tabeçiliyində olublar. Kimlər? Oğuzlar. 10-cu əsrin ortalarında elə dövlət yaratdıqları ərəfədə İslamı qəbul edirlər. 950-ci ildə Seyhun çayı ilə Xəzər dənizi arasında Oğuz dövləti yaradılır. Seyhun çayı, Xəzər dənizi arasında Oğuz dövləti yaradılır. Paytaxtı Yenikənd şəhəri, dəyərli yoldaşlar, və Oğuz dövlətində idarəçilik sistemindən sizə qısa məlumatları verim. Yabqu hökmdardır. Ölkənin, dövlətin birinci şəxsi hesab olunur. Subaşı ordu başçısıdır. Ölkənin ikinci şəxsi hesab olunur. Gülərgin Yabqunun, yəni hökmdarın köməkçisidir. Bir də divan var. Divan Yabqunun yanında, yəni hökmdarın yanında məşvərətçi orqandır, məşvərətçi. Yəni, əsas qərarları elə hökmdarın özü verir. 1000-ci ildə Qıpçaq hücumlarının təsiri ilə, yəni Qıpçaqların hücumu ilə süqut edir. Süqut etdikdən sonra Oğuzlar Qaradəniz ətrafına, oradan da Balkan yarımadasına yayılırlar. Dəyərli yoldaşlar, Türk dövlətləri ilə bağlı mövzularımız davam edir. İzləmədə qalın.